Bakı Marafonu 2025 ilə əlaqədar sabah səhər saat 9:00-dan 16:00-dək yürüyüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədi ilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. News 24 xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayraq meydanından başlayaraq Dənizkənarı bulvarın inzibati ərazisi ilə Dəniz vağzalınadək, daha sonra Azadlıq meydanı, Neftçilər və 8 noyabr prospektləri ilə Ağşəhər bulvar yolu, eləcə də Ağşəhər dairəsi, yəni Xəqani Rüstəmov küçəsi ilə geriyə Hərbi Qənimətlər Parkı yanından keçərək Yusif Səfərov Cəllov küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva Rəsulurza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə Bivəybət yolu ilə Su İdman Sarayı ətrafından bulvar ərazisi ilə Bakı Kristal zalı yanından Bayraq meydanına finiş nəzərdə tutulub. Əlavə olaraq qeyd edək ki, sözü gedən yarışla bağlı təşkilati işlərin aparılması məqsədi ilə 4 may saat 4:00-dan 16:00-dək Neftçilər prospektinin bir hissəsindən hərəkət tam məhdudlaşdırılacaq deyə məlumatda qeyd olunub.